Bismillahirrahmanirrahim. Fatihə surəsi 6-cı ayə. İhdinəs sıratal müstəqim. Bizi düz yola yönəlt. Ayənin təfsiri. İnsanın Allah qarşısında boyun əyib, ondan yardım dilədikdən sonra ilk istəyi onu düz yola, yaxşılıq və paçılıq, ədalət və düzgünlük, iman və salih əməl yoluna yönəltməsidir. İstəyir ki, bütün nemətləri ona vermiş Allah hidayət nemətini də bəxş etsin. Bu vəziyyətdə olan insan, bu şərtlər altında mömin olsa da, müəyyən səbəblərə görə hər an bu nemətlər əlindən çıxa və yolunu aza bilər. Buna görə də gün ərzində heç olmasa 10 dəfə Allahından istəməlidir ki, onu düz yoldan uzaqlaşdırmasın. Üstəlik, haqq dindən ibarət bu düz yolunda müxtəlif mərhələləri vardır ki, onları geridə qoymaq heç də bərabər deyil. Hər mərhələdən sonra gələn növbəti mərhələ daha yüksək mərhələ sayılır. Onların hamısını arxada qoymaq üçün imanlı şəxs mütləq Allahdan onu düz yola yönəltməsini istəməlidir. Burada maraqlı bir sualla qarşılaşırıq. Bu da ondan ibarətdir ki, nəyə görə Allahdan bizi düz yola yönəltməsini istəyirik? Məgər biz azğın yoldayıq? Üstəlik, bu söz hardasa bizə yaraşdığı halda, bütün eyib, nöqsan və günahlardan uzaq olan Peyğəmbər və imamların Allahdan belə bir istək diləməsi nə dərəcədə doğrudur? Buna cavab olaraq qeyd etməliyik ki, əvvəla, az öncə bildirdiyimiz kimi, hidayət yolunda insan hər an azğınlığa düçar olma təhlükəsi ilə üzbəyüzdür. Bu səbəbdən də özünü Allaha tapşırmalıdır ki, onu düz yolda sabit qədəm etsin. Heç vaxt unutmamalıyıq ki, bütün varlığımız və nemətlər an-ban Allah tərəfindən bizə yetişir. Daha öncə də qeyd etdiyimiz kimi, biz elektrik cəryanından enerji olan elektrik lampasına bənzəyirik. Bu cəryan nə vaxt kəsilsə, lampanın da işığı sönəcək. Müstəqil bir varlıq kimi görünsək də, hər an Allah tərəfindən varlığımızın ayaqda qalması üçün bizə təzə enerji verilir. Deməli, varlığımızı davam etdirmək üçün hər an Allah tərəfindən yeni enerjiyə ehtiyacımız olduğu kimi, hər an yeni hidayətə də ehtiyacımız var. Əgər Allah ilə aramızdakı mənəvi əlaqədə maneələr yaranarsa, bu maneələr Allah ilə olan əlaqəmizi kəsəcək və həmin an düz yoldan sapmış olacağıq. Biz Allahdan istəyirik ki, belə maneələrlə qarşılaşmayaq və düz yoldan sabit qədəm olaq. İkincisi, hidayət əslində təkamül yoludur ki, insan onun mərhələlərini tədricən qət edərək nöqsanları arxada qoyub daha yüksək mərhələyə çatır. O da məlum olur ki, təkamül yolu sonsuzdur. Belə olduğu halda, deməli, Peyğəmbər və imamların da Allahdan hidayət istəməsi, onları düz yola yönəltmə diləyi doğrudur. Çünki mütləq kamillik yalnız Allaha məxsusdur. Ondan başqa bütün varlıqlar təkamül yolunda irəliləyirlər. Bunu nəzərə alaraq, Peyğəmbər və imamlar da Allahdan istəyirlər ki, onları düz yola yönəltsin və beləliklə onlar təkamül yolunda daha yüksək mərhələlərə yetişə bilsinlər. Məyər biz Peyğəmbərə gün ərzində dəfələrlə salavat göndərmirik? Məyər salavatın mənası Muhammed və Ali Muhammedə Allahdan təzə rəhmət diləmək deyil? Məyər Peyğəmbər salavatullahın özü, Allahım, mənim elmimi və hidayətimi artır, deyə buyurmazdı? Məyər Quranda özü, Allah doğru yolda olanların doğruluğunu artırar. Məryəm surəsi 76-cı ayə. Başqa bir ayədə isə, doğru yolla gedənlərə gəldikdə isə, Allah onların hidayətini artırar və onlara təqva ruhu bağışlayar. Muhammed surəsi 17-ci ayə. Deyə buyurmayıb, deməli salavatın da mənası Allahdan Peyğəmbər və əhl-i beytinə daha yüksək məqam nəsib etməsini diləməkdir. Yuxarıda deyilənlərin daha yaxşı aydın olması üçün iki hədisi diqqətinizə çatdırırıq. İmam Əli əleyhissalam bizi düz yola yönəlt ayəsinin təfsiri barəsində belə buyurmuşdu. İlahi, keçmişdə bizə öz lütfünü göstərib, sənə itaət etdiyimiz kimi, bu lütfünü yenə də bizə göstər ki, gələcəkdə də sənə itaət edək. Biharul Anvar, cild 24, səhifə 9. İmam Sadiq əleyhissalam buyurmuşdu. İlahi, bizi sənin sevginə aparan, cənnətə qovuşduran, öldürücü, nəfsani istəklər və azdırıcı fikirlərin qarşısını alan yolunda sabit qədəm et. Biharul Anvar, cild 89, səhifə 252. Düz yol hansı yoldur? Quran ayələrindən göründüyü kimi, düz yol Allaha sitayiş, haqq din və Allahın göstərişlərinə əməl etməkdir. Ənam surəsinin 161-ci ayəsində deyilir. De, Rəbbim, məni doğru yola, haqq və əbədi dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəlt. Bu ayədə haqq və əbədi, batildən uzaq olan İbrahim əleyhissalamın dini doğru yol olaraq təqdim edilmişdi.
Bu doğru yolun etiqad cəhətini müəyyənləşdirir. Bu ayələrdə isə doğru yolun əməli prinsipinə işarə edilir ki, bu da şeytanın işlərdən uzaq olmaqdır. Əl-İmran surəsinin 101-ci ayəsində Allah-u Teala'ya sığınmaq, doğru yola çatmaq kimi göstərilmişdir. Allaha, onun dininə sığınan şəxs doğru yola yönəldilmişdir. Onu da qeyd etmək lazımdır ki, doğru yol cəmi bircə yoldur. Çünki iki nöqtə arasında yalnız bir düz xətt vardır. İnsanı məqsədinə çatdıranda məhz həmin düz xəttdir. Əgər Quran doğru yolun etiqad cəhətini və əməli prinsiplərini göstərirsə, deməli Allaha çatmağın ən yaxşı yolu da məhz budur. Bu həm də onu göstərir ki, həqiqi və doğru din yalnız bircə dindir. Necə ki Quranda deyilir, Allah dərgahında din İslamdır. Ali İmran surəsi 19-cu ayə. İnşallah daha sonraki mövzulardan danışarkən qeyd edəcəyik ki, bu ayədə deyilmiş İslam sözünün olduqca geniş məfhumu vardır. Bu, bütün dövrlərdə mövcud olmuş və özündən sonraki yeni din tərifindən nəsx edilməmiş, yəni qüvvədən salınmamış tək Allahlıq dinlərinə şamil olunur. Yuxarıda deyilənlərdə məlum olur ki, təfsirçilərin bizi düz yola yönəlt ayəsindəki doğru yol ifadəsinin təfsiri barədə verdiyi müxtəlif mülahizələrin hamısı əslində eyni mənaya qayıdır. Bəzi təfsirçilər doğru yol ifadəsini İslam, bəziləri Quran, bəziləri peyğəmbərlər və məsum imamlar, bəziləri də Allahın dini kimi təfsir etmişlər. Hətta bir sıra hədislərdə də bu ifadə müxtəlif mənalara yozulmuşdu. Ancaq buna baxmayaraq, həmin mənaların hamısı dolayısıyla eyni mənaya gəlib çıxır. Misal üçün bir neçə hədisə diqqət yetirək. Allahın Rəsulü sallallahu buyurmuşdu: Doğru yol peyğəmbərlərin yoludur. Allahın nemət verdiyi şəxslər də məhz onlardır. Nur-us Səqələyn təfsiri, cild 1, səhifə 20. İmam Sadiq əleyhissalam bizi doğru yola yönəlt ayəsinin təfsiri haqqında belə buyurmuşdu. Məqsəd imamı və onun yolunu tanımaqdır. Nur-us Səqələyn təfsiri, cild 1, səhifə 21. İmam Sadiq əleyhissalam başqa bir hədisdə belə buyurmuşdu. Doğru yol Əmir-əl-Möminin Əlidir. Nur-us Səqələyn təfsiri, cild 1, səhifə 21. Məlum məsələdir ki, Peyğəmbər sallallahu, İmam Əli əleyhissalam və digər məsum imamların hamısı insanları Allahın tövhid dininə dəvət etmiş və bu dəvət həm etiqadi, həm də əməli prinsipləri özünə itibar etmişdi. Maraqlısı budur ki, mərhum Rahib İsfahani Mufradatul Quran əsərində sirat sözünün izahını doğru yol kimi vermişdi. Deməli doğru, sifəti sirat sözünün öz mənası da var. Sadəcə olaraq Allah-u Teala bu ayədə onu ayrıca təyin kimi verməklə bu məsələyə bir qədər də təkid etmişdi. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.